Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizinlə ABC Akademiyanın yeni sınaq toplusundan 12-ci sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. İlk sualda deyir ki, həm boğmayaqlar, həm də abiotik amillər vasitəsilə yayılan xəstəlikdir. Burada birinci gözümüzə malyariya xəstəliyi sataşır. Malyariya xəstəliyi anofilez cinsindən olan ağcaqanadlar vasitəsilə yayılır. Yəni sadəcə boğmayaqlar vasitəsilə yayılır. Ona görə 4 harda varsa o cavabları çıxırıq. Sonra səpkili yatalaq xəstəliyi. Səpkili yatalaq xəstəliyi bu xəstəlik bu da sadəcə boğmayaqlar vasitəsilə yayılan xəstəlikdir. Ona görə biri də çıxırıq. Burada 2 və 5 qalır cavablardan. 2-də tularemiya və taun 5-də qeyd olunmuşdur. Yəni A bəndi uyğun cavabdır. Sonra baxaq ikinci suala. Fotosintez sürətinin havadakı karbon qazının miqdarından asılı qrafiki hansı variantda doğru göstərilmişdir? Demək, işığın şiddəti və havada olan karbon qazının miqdarı. Fotosintez sürətinə demək bu iki amildən asılılığı C bəndində olduğu kimi əvvəlcə artır, sonra isə sabitləşir. Sonra ikinci suala baxaq. Embrional inkişafı maylandıqdan sonra xaricə qoyulan yumurta içərisində gedir. Aha. Demək, buradan cavablar içərisindən gəlin yenə çıxdaş eləyək. E biti, demək, ümumiyyətlə yumurta içərisinə getmir, diri bala doğur. Sonra demək, buradan başqa. Mayalandıqdan sonra xaricə yumurta qoya bilən. Evitin çıxdıq. Demək, cavablar hansı cavablardır ki, eviti var, o cavabı çıxdıq. Sonra mayalandıqdan sonra xaricə yumurta qoyul deyirsə, artıq bu daxili mayalanmadır və qabıqlı yumurtanı xaricə qoyanlar. Məsələn, cəlb kərtənkələni götürə bilərik. Sonra burada ördək burunu götürə bilərik. Sonra çöl göyərçini götürə bilərik. Digər cavablar içərisində 2. 2 göl qurbağasıdır. Göl qurbağasına ümumiyyətlə mayalanma xarici mayalanmadır. Yəni mayalanmış yumurtanı xaricə qoymur. Ona görə 2 də burada uyğunsuzdur. 2 də hardasa varsa onları da çıxa bilərik. Və 1, 4, 5 ən uyğun cavabdır. Bu da C bəndində verilmişdir. Elektrikli skat qaldı. Elektrikli skat bu qığırdaqlı balıqlara aiddir. Qığırdaqlı balıqlarda isə daha çox diri bala doğma xarakterdir onlar üçün. Sonra 66-cı demək, daha doğrusu 4-cü suala baxaq. 4-cü sualda deyir ki, bir arı ailəsində populyasiyasında cəmi 50 fərd götürülmüşdür. Bu fərdlərin əmələ gəlməsinə mayalanmada cəmi 66 qamet iştirak etmişdir. Bu fərdlərin hər birinin bir somatik hüceyrəsi götürülərsə, bu hüceyrələrin xromosom dəstələrinin cəmi neçə olur? Aha. Arı ailəsidə 50 dənə fərd götürülüb və mayalanmada deyir ki, 66 qamet iştirak edir. Aha. Amma 66 qamet mayalanmada iştirak edir. O deməkdir ki, bu 66 qamet dişilərin əmələ gəlməsinə iştirak edir. Yəni, erkəklər mayalanmadan əmələ gəlmirlər. Onlarda yumurta hüceyrə mayalanmamış erkək fərdi əmələ gətirir. Yəni, mayalanmadığı üçün artıq həmin yumurta hüceyrələri biz nəzərə almırıq. 66 qamet bu ancaq erkəklərin əmələ gəlməsinə, üzr istəyirəm, dişilərin əmələ gəlməsinə iştirak edən qametlərdir. Ona görə 66-nı bölürəm 2-yə, tapıram 33. Ona görə 2-yə böldüm ki, burada bir erkək qamet və bir də dişi qamet olmaqla nəzərə alıram. 66-nı 2-yə böləndə alıram 33. 33 bu dişi fərdlərdir. Cəmi də 50 fərd vardır. 50-dən 33-ü çıxanda qalır 17. Bu 17 isə erkək fərdlərdir. İndi bizə deyir ki, hər birinin bir somatik hüceyrəsi götürüləsi. Hər birinin bir somatik hüceyrəsi. 33 dişi fərd var. Onların somatik hüceyrələri diploid xromosom yığımlıdır. Bunların da cəmi olur 66. Erkəklər 17 ədəddir və onların da demək ki, somatik hüceyrələri haploid xromosom yığımlıdır. Bu da edir 17. İkisinin cəmi isə 83 n-ə bərabərdir. Bu da A bəndində verilmişdir. Ağciyərləri göstərilmiş canlı haqqında hansı fikir yanlışdır? Burada kitab şəkilli ağciyərlər təsvir olunmuşdur. Kitab şəkilli ağciyərlər demək aiddir hörümçəkimlərə. Növ sayına görə ən böyük tipin nümayəndəsidir. Demək bu cavab doğrudur, bəli. Çünki boğmayaqlar tipi nəzərdə tutulur. Boğmayaqlar tipi də növ sayına görə ən böyük tipdir. Bu uyğun cavabdır. Demək, bizdən yanlışı soruşdu da, bu uyğundur, bunu götürmürük. Sadə gözlərə malik ola bilərlər, bəli ola bilərlər. İnkişaflar dolayı yoluna gedir. Hörümçəkimlərdə inkişaf düzü nədir? Çünki onlarda ya diri bala doğurlar, əqrəblər kimi məsələn, ya da ki, demək, yumurtadan birbaşa elə cavan fərdlər çıxır. Ona görə də bu uyğunsuz cavabdır. Bizdən deyil, yanlışı soruşur, götürəcək bunu. 5-də deyir ki, 4 cüt traxeya malik ola bilər. Bəli, məsələn, əqrəblərdə 4 cüt traxeya var. Boru şəkli ürəyə malik ola bilər. Bəli, bu da uyğun cavabdır. Yəni, 5-də sadəcə C bəndi yanlış oldu. 6-ya baxaq, cümləni tamamlayın.
4 kameralı ürəyin meydana çıxdığı geoloji dövr. 4 kameralı ürək nə zaman meydana çıxdı? Triasda meydana çıxdı. Deyir, toxumlu qıcılar yox olur. Demək, toxumlu qıcılar yox olur. Uyğundur, bəli bu. Yəni, bu da elə cavab. Digərlərinə də baxaq. Arxeopteryx meydana çıxır. Arxeopteryx Yurada meydana çıxdı. Bu uyğun deyil. İlk yeni yarpaqlı bitkilər yaranır. İlk yeni yarpaqlı bitkilər daş kömürdə yarandı. Stekosepallar meydana çıxdı. Bu oldu Devonda. Bu da uyğun deyil. Əsl məməlilər isə Təbaşirdə meydana çıxdı. Bu da uyğun deyil. Sadəcə A bəndi uyğun oldu. 7-də doğru fikri tamamlayın. İki növ sümük ili olan sümüklər gövdə skeleti ilə birləşir. Gövdə skeleti ilə birləşmirlər. Onlar iki növ sümük ili olan sümüklər ətrafların sərbəst hissəsinə aid olan sümüklərdir. Onlar ətrafların qurşaq hissəsinə aid olan sümüklərdən birləşir. Ətrafların qurşaq hissəsinə aid olan sümüklər isə demək gövdə skeletinə aid olan sümüklərlə birləşə bilir. Yəni bu birbaşa birləşmə olmadığına görə biz bunu götürmürük. Qarışıq sümüklərlə aid ola bilər. Xeyr, iki növ sümük ili olan sümüklər uzun borlu sümüklərdir. Bunlar da deyil. Qurşaq skeletinə aid deyil. Qurşaq skeletinə aid deyil. Xeyr. Gövdə skeletinə aid ola bilər. Xeyr, uyğun deyil. Yassı sümüklərlə birləşmə əmələ gətirə bilər. Bəli, məsələn, bud sümüyü ilə çanaq sümüyü birləşmə əmələ gətirir. Və yaxud da ki, bazo sümüyü ilə kürək sümüyü birləşmə əmələ gətirir. Ona görə bu doğru fikirdir. Götürəcəyik bunu. 8-də baxaq. 8-də deyir ki, sxemdə sual işarəsinin yerinə yazılmalıdır. Aha. Hüceyrədə sərbəst amil uçlarının sayını azaldır. Bütün hüceyrələrdə olur. Polisom adlanan qrup şəklində birləşə bilər. Polisom adlanan qrup əmələ gətirən nə idi? Ribosomlar idi. Bəli, ribosomlar həm ekariot, həm də prokariot hüceyrələrdə olurdu. Çünki membransız orqanoiddir. Hüceyrədə sərbəst amil uçlarının da sayını azaldırdı. Çünki onlar birləşirdilər və zülal əmələ gətirirdilər. Ona görə burada 8-dən B cavabı uyğun cavabdır. Belə. Bu da uyğun cavab. Sonra keçək növbəti 9-cu 9-cu suala baxaq. İnsanın ontogenez zamanı neçə növ arteriya damarında venoz qan axır? Ontogenez zamanı insanın 2 növ arteriya damarında venoz qan axıla bilir. Bir göbək arteriyasıdır, bir də ki, ağciyər arteriyasıdır. Növ dediyinə görə 2 növ, bu da B bəndində verilmişdir. Fərdi seçmə tətbiq olunmaz. Fərdi seçmə kütləvi seçmədən fərqli olaraq öz-özünə tozlanan bitkilərə tətbiq olunur. Kütləvi seçmə isə demək bu tətbiq olunurdu çarpaz tozlanan bitkilərə. Və fərdi seçimi tətbiq olunmayan bitki, deməli, burada öz-özünə tozlanan bütün bitkilərə çıxırıq. Yerdə qalan E bəndi çarpaz tozlanan bitkidir ki, bu da kütləvi seçimi tətbiq oluna bilər ona. 11-də nöqtələrin yerinə uyğun gələn sözü müəyyən edin. İnterferon viruslarının təsirinə qarşı insan orqanizmi sintez olunan zülaldır. D bəndi. Sonra 12-yə baxaq. 12-də Euler-Venn diaqramında rənglənmiş hissəyə uyğun olan ifadəni müəyyən edin. Orqanizmlərin quruluşu sadələşir. Ümumi degenerasiya yoxsa aramorfoz. Demək, bu sadələşmə deyilsə, burada ümumi degenerasiyadan danışırıq. Parazit həyat tərzinə keçməklə əlaqədar baş verir. Ümumi degenerasiya. Bioloji tərəqqi səbəb olur hər ikisi. Orqanizmlərin bəzi orqanları yuxarı çıxır və ya qalıq halında qalır. Bu, yenə ümumi degenerasiya. Ümumi yüksəliş aparır. Bu da aramorfozdur. Uyğun nə oldu? Burada C bəndi uyğun oldu. Sonra çox hüceyrəli heyvan orqanizminin yumurtalığını keçmə zonası sonunda cəmi 20 hüceyrə əmələ gəlibsə, maksimum neçə hüceyrə mayalama zamanında erkək qametlə birləşir? Çox hüceyrəli heyvan orqanizminin yumurtalığını keçmə zonasına xatırlayaq. Bir hüceyrə daxil olanda ondan sonra 4 hüceyrə yaranırdı. Bunlardan biri qamet olurdu, 3 genəlci çimci olurdu. Yəni 20 hüceyrə yaranıb. Neçə hüceyrə daxil olub? 5 hüceyrə. 5 hüceyrə yenə bölünəcək. Bu bölünəcək. Bunlardan 5-i qamet olacaq. 15-i isə yönəlci çimci olacaq. 5 qamet də demək ki, spermatozoidlə, yəni erkək qametlə birləşə biləcək. Ona görə cavab 5. Cavab 5-də burada C bəndində verilmişdir. Yəni 13-də cavab C bəndi olacaq. Yanlış fikri müəyyən edin. Qidalama tipinə görə bakteriyalar avtotrof və heterotrof olurlar. Bu doğrudur. Sonra hemotrof bakteriyalar qeyri-üzvü maddələrdən üzvü maddə sintezidir. Doğrudur. Bütün fototrof bakteriyalar ətraf mühitə oksigen xaricidir. Bu yanlışdır. Demək, hidrogen mənbəyi olaraq sudan istifadə edən siyanobakteriyalar, bunlar oksigen xaric edə bilirlər.
Amma yaşıl bakteriyalar hidrogen mənbəyi olaraq hidrogendən istifadə edir. Qırmızı bakteriyalar isə hidrogen mənbəyi olaraq hidrogen sulfiddən istifadə edilir. Və bu ikisi buna görə də baxmayaraq ki, fototrop bakteriyalardır. Bunlar oksigen xaric edə bilmirlər. Ona görə də burada bütün ifadəsi verildiyinə görə bu yanlış cavabdır. Bizdən də yanlışı soruşur. Yəni cavab bu olacaq. Amma digərlərinə də baxaq. Parazit bakteriyalar canlılarda xəstəlik törədir. Doğrudur. Saprofit bakteriyalar üzvü qalıqlarla qidalanır. Bu da doğrudur. Sadəcə 14-də cavab C bəndi oldu. 15-ə baxaq. Yaşıl quş mavrunun nəsil növbələşməsi hansı bənddə düzgün verilmişdir? Aha, görək nə deyir. Ziqotdan qutucuq inkişaf edir. Qutucuqdan spor yaranır. Spor cücələr proteiniyuma əmələ gətirir. Proteiniyuma da yetkin bitkiyə çevrilir. Aha, bu ola bilər. 15-ci cavab, yəni uyğun cavabdır. Digərlərinə də baxaq. Yetkin bitki spor əmələ gətirir. Spordan qutucuq əmələ. Xeyr, spordan qutucuq əmələ gəlmir. Bax, elə burada bu yanlışdır. Götürmürük. Spor yetkin bitkiyə çevrilir. Yetkin bitki qutucuq. Qutucuqdan ziqot yox. Məsələn, ziqotdan qutucuq və ya spordan yetkin bitki yox. Bu da uyğun deyil. Proteiniyuma ziqot əmələ gətirir. Proteiniyuma ziqot əmələ gətirmir. Proteiniyuma yetkin bitkiyə çevrilir. Yəni, bu da ardıcılıq düzgün deyil. Ziqot proteiniyaya çevrilir. Ondan da qutucuq əmələ gəlir. Bu da doğru deyil. Yəni, sadəcə elə A bəndi burada uyğun cavab oldu. 16-ya baxaq. Cədvələ əsasən səhv bəndi müəyyən edin. Səhvi soruşur bizdən. Demək nə deyir bizə? X canlısında caynaqlar da var, pulcuqlar da var, amma lələklər yoxdur. Caynaq var, pulcuq var, amma lələk yoxdur. Bu məsələn sürünənlərdən hər hansı bir heyvan ola bilər. Uyğundur sürünənlərə. Məsələn, A-da deyir ki, X 3 kameralıya malik canlı ola bilər. Bəli, doğrudur, ola bilər. X bir qan dövranına malik canlı ola bilər. Bir dəqiqə, bir qan dövranına malik balıq, balıqlarda caynaqlar. Bəli, bu yanlışdır. Çünki balıqlarda caynaqlar olmayacaq. Bu cavab səhv bənddir, amma yenə də digərlərinə də baxaq. Məsələn, Y haqqında deyir ki, caynaqları var Y-in, pulcuqları da var, lələkləri də var. Deməli, bu quşdur. Quşlar haqqında deyir ki, sabit bədən temperaturuna malik ola bilər. Doğrudur. Sonra D-də deyir ki, 2 qat tənəffüs edən canlı ola bilər. Doğrudur. Z canlısı pulcuqlara malikdir sadəcə. Nə caynaqları yoxdur, nə lələkləri yoxdur. Bu da sürünən nəslinə aid canlı ola bilər. Bəli, məsələn, ilanlarda caynaqları yoxdur, pulcuqlar var, lələklər də yoxdur. Ola bilər bu da. Sadəcə elə E cavabı uyğunsuz oldu. Yenə baxaq E-yə. E-də deyirdi ki, X caynaqlara malikdir, pulcuqlara da malikdir, lələkləri yoxdur. Amma bir qan dövranına malik canlı ola bilər. Bu olmayacaq. Çünki burada balıqlar nəzərdə tutulursa, balıqlarda caynaqlar yoxdur. Sadəcə pulcuqlara malikdir onlar. E bəndə uyğun cavab deyil. Biokimyəvi kriteri bəzi hallarda özünü doğrultmur. Bunun əsas səbəbi nədir? Biokimyəvi kriteri nə idi? Biokimyəvi kriteri növün, deməli, DNT-nin quruluşuna görə, tərkibinə görə və yaxud da gücləllərin tərkib və quruluşuna görə təyin olunması idi. Demək, bu hansı hallarda özünü doğrultmaya bilərdi? Mutasiyalar zamanında özünü doğrultmaya bilərdi. Məsələn, nükleotidin zəncirdən düşməsi zamanı yeni bir amin turşusu sintez oluna bilərdi, yeni bir əlamətlər qazana bilərdi. Bu da, yəni, mutasiyalar növü təyin etməkdə çətinlik yaradırdı. Ona görə D bəndi burada əsas səbəbdir. Hansı canlılar işıq enerjisindən istifadə edərək üzüm maddəsini sintez edirlər? İşıq enerjisindən istifadə edən canlılar fototrof canlılardır. Burada da fototrof 1-də verilib, 1-də 5-də verilib. Qalanlar isə fototrof deyil, ya hemotrofdur, yəni kimyəvi rabitələr enerjisindən istifadə edirlər, yəni ya da heterotroflardır, yəni hazır üzüm maddələrindən qidalanan canlılardır. 1-5 demək, 1-5 hansı cavabda A bəndində verilmişdir. Sonra baxaq 19-a. Endoplazmatik şəbəkə və Golgi kompleksi. Görək bunlar haqqında nə deyir? Sonra ikincidə ribosom hüceyrə mərkəzi, üçüncüdə də kloroplast və mitoxondriya haqqında deyilir. Deyir ki, qruplaşdırılmış canlılar haqqında hansı fikir səhvdir? A. İkinci qrupdakı orqanoidlər membransız quruluşa malikdir. Ribosom hüceyrə mərkəzi. Doğrudur bu fikir. Sonra B-də birinci qrupdakı orqanoidlər maddələrin daşınmasına iştirak edir. Endoplazmatik şəbəkə Golgi kompleksi bəli maddələrin daşınmasına iştirak edirlər. Üçüncü qrupdakı orqanoidlərdə ATP sintezi baş verə bilər. Bəli, ATP sintezi edilir kloroplastda, mitoxondriyada. D-də deyir ki, ikinci qrupdakı orqanoidlər zülal sintezi edir. Zülal sintezini ribosom edir. Hüceyrə mərkəzi zülal sintezində iştirak edən orqanoid deyil. Ona görə elə burada D bəndi yanlışdır.
Üçüncü qrupdakı orqanoidlər 2 membranlı quruluşa malikdir. Bu da doğrudur. Sadəcə deməli D bəndi burada uyğun olmayan cavab oldu. Baxaq 20-ci suala. Verilən canlılardan hansının dərəcəli hissəsinə malikdir? Dərəcəli hissəsinə malik olmayan burada cəmi qurdudur. Digər isə qurdlardır. Deməli, qurdlarda dərəcəli hissəsi olacaqdır. Amma cəmi qurdu, deməli, bu dərəcəli hissəsinə malik olmayan heyvandır. Sonra, hansı göbələklər əsasən taxıllar fəsiləsinin nümayəndələrinə parazitlik edirlər? Taxıllarda parazitlik edənlər, bunlar demək, buradan götürəcəyik pas göbələyini, çovdarma hamısını və sürmə göbələyini. Pas, çovdarma hamısı, sürmə göbələyi bunlar taxıl bitkilərinə parazitlik edirlər. 3, 4, 5 bu da E bəndində verilmişdir. Sonra Buradalar verilmişdi burada. Qaraciyər sorusunun 5 fərdi var. Sormacılarının sayı. 5 fərdi var. Hərəsinin də 2 sormacı var. Demək ki, 5-i 2-yə vursaq, o zaman N-in qiyməti 10-a bərabər olacaq. Öküz soliterinin də, indi bu səfər N-in qiyməti öküz soliterinə fərdi sayı olaraq verilib. Yəni 10 dənə öküz soliterindən söhbət gedir. Sormacıların sayı necədir? Öküz soliterinin başçığında 4 ədəd sormacı var. O zaman X-in qiyməti də 4-ü 10-a vurmaqla tapırıq ki, 40-a bərabərdir. 40 da D bəndində verilmişdir. Yəni 22-də cavab D bəndi olacaq. 23-ə baxaq. Triploid xromosom hüceyrəsinə malik bitkilərin heç bir hüceyrəsində olmur. Triploid xromosom hüceyrəsinə malik olan hüceyrələr bunlar örtük toxumlu bitki hüceyrələrdir. Yəni örtük toxumlu bitki hüceyrələri bunlar ali bitkilərdir. Ali bitkilərin hüceyrələrində hüceyrə mərkəzi olmurdur. Yəni bu da C bəndində verilmişdir. Sonra 24-ə baxaq. Göl qurbağası haqqında hansı fikir yanlışdır? Göl qurbağasında mayalanma xaricidir, bu doğrudur. Sonra ətrafda barmaqların cəmi 18 ədəddir. Düzdür. Deməli, ön ətraflar 4 barmaqlıdır, 4, 4, 8. Arxa ətraflar isə 5 barmaqlıdır, 5, 5, 10, cəmi 18 edir. Döş sümüyü qurşaq skeletinə aiddir, bəli. Üzmə pərdələr 10 ədəddir. Üzmə pərdələri sadəcə arxa ətrafın 5 barmağı arasındadır. Hər ətrafda, deməli, belə çıxır ki, 5 barmaq arasında 4 dənə üzmə pərdəsi, 2 dənə arxa ətraf olduğuna görə 2-ni 4-ə vururuq və 8 dənə üzmə pərdəsi edir. Burada isə 10 verib. Deməli, bu yanlışdır. E-də deyir ki, ürək mədəciyində arı kəsimi olmur. Bəli, ürək mədəciyində arı kəsimi olmur. Bu da doğru cavabdır. Sonra 25-ə baxaq. Cədvələ əsasında X, Y və Z arasında olan asıllıq hansı bənddə doğru göstərilmişdir? Çöl göyərçinə. Ön ətraf qurşağında olan sümüklərin növ sayı. Çöl göyərçinində 3 növ sümük var. Demək, kürək, körpücük və qarğı sümükləri. Yəni, X-in qiyməti 3-ə bərabərdir. Sonra Y göl qurbağasında 4 növ sümük var. Demək ki, onlarda kürək, körpücük, qarğa, bir də döş sümüyü ön ətrafın qurşaq hissəsinə aiddir. Ona görə Y-nin qiyməti 4-ə bərabərdir. Z-də də yenə də göl qurbağasının, çöl göyərçinində olduğu kimi 3 növ sümükdür. Kürək, körpücük, qarğa. Belə çıxır ki, Y bunlardan böyükdür. Z və X isə bir-birinə bərabərdir. Y böyük və Z, X bir-birinə bərabər. Bu isə D bəndində verilmişdir. Yəni 23-cü sualda, 25-ci sualda üzr istəyirəm, cavab D bəndi olacaq. Verilən ifadələrdən hansı doğrudur? DNT molekuluna timin nükleotidin maksimum 2 ədəd rabitənin əmələ gəlməsində iştirak edir. Bu yanlışdır. Niyə görə yanlışdır? Gəlin yazaq baxaq. Timin nükleotidi əgər zəncirin bir qırağında olsa, məsələn başlanğıcında və ya sonunda olsa, tutaq ki, götürək başlanğıcında, özündən sonraki bir nükleotidlə birləşəcək. Məsələn, tutaq ki, bu nükleotid sitozin nükleotididir. Bundan birləşəcək və qarşıdakı ilə də hidrogen rabitələrlə birləşmiş olacaq. Qarşıdakı zəncirlə. Burada neçə rabitə oldu demək? Burada 3 dənə rabitə oldu. Biri burada, biri də burada. 3 dənə rabitə oldu. Amma timin nükleotidi, tutaq ki, zəncirin orta hissəsində bir yerdə olsa, o zaman özündən əvvəlki nükleotidlə birləşəcək. Özündən sonraki nükleotidlə birləşəcək. Qarşıdakı ilə də yenə də hidrogen rabitələrlə birləşəcək ki, bu da neçə rabitə edir? Bu da edir 4 rabitə. Yəni, maksimum dediyinə görə maksimum 3 rabitə yox, 4 rabitə olur. Ona görə bu ifadə yanlışdır. B-dən DNT molekulunun ikiləşməsi zamanı hidrogen rabitələrinin əmələ gəlməsi nəticəsində nükleotidlərin növ sayından bir vahid az su molekulu ayrılır. Yox, molekul dediyinə görə nükleotidlərin sayından bir vahid az su molekulu ayrılmır. Nükleotidlərin sayından 2 vahid az su molekulu ayrılır. Çünki hər nükleotiddə demək
bir əskik, hər zəncirdə bir əskik olduğuna görə molekulda toplamda 2 əskik sayda su molekulu olur nukleotid sayından. Ona görə bu da yanlışdır. C-də deyir ki, DNT-də sitozin nukleotidi ilə başa çatan tripletlərdən 15 növü amin quşlarının kodlaşdırılmasına iştirak edir. DNT-də sitozin nukleotidi ilə başa çatan demək nukleotidlərin başa çatmayanları gəlin, daha doğrusu başa çatanların hissəsinə görə neçəsi daşımır. Gəlin onu yazaq. Hansılar daşımırdı? A, T, T, A, T, S, A, S, T. Bunlar amin quşlarının daşınmasına iştirak etməyən, demək, daha doğrusu kodlaşdırılmasına iştirak etməyən, daşınmasına dedim deyəsən, kodlaşdırılmasına iştirak etməyən tripletlərdir. Bunlardan, demək, biri də sitozin nukleotidi ilə başa çatır. Hər bir nukleotidlə də başa çatan 16 ədəddir. Bu zaman həmin 16-dan bu bir dənəni çıxanda, bəli, yerdə qalır 15-i. 15-i daşınmada iştirak edə bilənlərdir. Elə cavab burada C bəndidir. Amma digərlərinə ilə baxaq, görə digərlərində nə deyir? Digərlərində deyir ki, ölçüsü adenin nukleotidinə bərabər olan guanindən söhbət gedir də burada. Nukleotid DNT molekulunun maksimum 4 rabitənin əmələ gəlməsində iştirak edir. Bu da yanlışdır. Əgər guanin zəncirin yenə orta hissəsində olsa, özündən əvvəlki, özündən sonraki nukleotidlə birləşəcək və qarşıdakı zəncirlə də 3 ədəd hidrogen rabitəsi vasitəsilə birləşəcək ki, bu da maksimum 5 rabitə edir. Bu da yanlışdır. E-yə baxaq. Hər bir DNT molekulu adenin ilə başlayıb timin ilə bitir. Xeyr, elə bir qayda yoxdur. Ona görə bu da yanlışdır. Sadəcə deməli burada C bəndi uyğun cavab oldu. Baxaq növbəti 27-ci suala. Hansı qurdun həzm sistemində qidanın hərəkət istiqaməti bir tərəflidir? Yəni anal dəlikləri vardır. Anal dəliyi burada olan, deməli uşaq biz quyruğudur. Digərlərində isə anal dəlik yoxdur. 27-də cavab ona görə E bəndi olacaq. 28-ə baxaq. Yaşıl evqenina volvoxdan fərqli olaraq miksotrof qidaların hər ikisi miksotrofdur. Hər ikisi qamçılarla hərəkət edir. Deməli, yaşıl evqleyna volvoxdan fərqli olaraq hər ikisi bir hüceyrəlidir. Yaşıl evqleyna sərbəst yaşayır, volvox koloniyalında yaşayır. İfrazat vakuoluna malikdir. İfrazat vakuolu da yenə bunların hər ikisinə uyğun cavabdır. Amma çoxlu xromatofora malik olmaq, bəli, bu yaşıl evqleynaya aiddir. Volvoxda isə xromatoforun sayı 1-ə bərabərdir. Yəni, burada cavab C bəndi olacaq. 29-cu suala baxaq. Çoxalmasız zamanı sürfə mərhələsində olmur. Çoxalması zamanı sürfə mərhələsində olmur. Demək, burada bizdən soruşduğum sürfə mərhələsi olmur. Çoxalması zamanı sürfə mərhələsi olmur deyir. Sürfə mərhələsi olmuyorsa, deməli, burada inkişaf düzünə inkişafdan söhbət gedir. Düzünə inkişafda soxulcandadır. Birinci mən sualı yanlış anladım ona görə. Zolaqlı kərtənkələ haqqında hansı fikir yanlışdır? Zolaqlı kərtənkələ haqqında ürək 3 kameraldır. Bu doğrudur. Dad bilmə orqanı vardır. 2 qan dövranı vardır. Onurğası 5 şöbədən ibarətdir. Doğrudur. İsti qanlı heyvandır. Xeyr, bu soyuqqanlı heyvandır. Ona görə də 30-da E bəndi bu yanlış cavab olacaq və biz E bəndini seçəcəyik. Baxaq 31-ci sualla. Çilçələr sümüklü balıqların hansı dəstəsinin nümayəndəsidir? Çilçələr siyanək kimlərin nümayəndəsidir. Siyanək kimlər də C bəndində verilmişdir. Yəni 31-də cavab C bəndi olacaq. Sonra 32-ci suala baxaq. Neşterçə ayrı cinsiyyətli heyvandır. Doğrudur. Balıqların qidasını təşkil edir. Doğrudur. Onurğalılar yarım tipinin nümayəndəsidir. Xeyr, onurğalıların yarım tipinin deyil, kəlləsizlər yarım tipinin. Onurğalılar kəlləlidir. Onurğasızlar isə kəlləsizlər yarım tipinin nümayəndəsidir. Yəni C cavabı burada yanlış cavabdır. Xüsusi hiss orqanına malikdir, doğrudur. 100%-dən çox qəlsəmə yarığına malikdir, doğrudur. Demək, 32-də C bəndi yanlış oldu. 33-ə baxaq. Cavidgilin ailəsi ana, ata, bacı və qardaşdan ibarətdir. Demək, ailədə 2 qadın var, ana və bacı. Və 3 dənə də kişi var. Cavid özü, Cavidin atası və Cavidin qardaşı.
Bu ailədə X və Y xromosomları hansı normada hansı nisbətdə olur? Baxaq, 2 qadın var, hər birinin də xromosomu XX götürürük, cinsiyyət xromosomları. Kişilərdə isə XY götürürük, XY. Yəni qardaşında da XY. Onda toplam neçə X oldu? 4 dənə X burada oldu, 3 dənə də X burada oldu. Bu da elədi 7X. Bəs Y-lər neçədən oldu? Y-lər 1Y, 2Y, 3Y. 3 dənə də Y burada oldu. O zaman bizə əgər X-in Y-ə nisbətini deyilsə, 7-nin 3-ə nisbətini götürürük. 7-nin də 3-ə nisbəti E bəndində verilmişdir. 34-cü sual. Şəkilə əsasən verilən fikirlərdən hansı doğrudur? Aha. A canlısı soyuqqanlı heyvandır. 1. Doğrudur. Uyğun cavabdır. Yəni, burada ürəkdə yarımçıq ara kəsmə var. Bu da sürünənləşdirməyə xasdır. B canlısında diri bala doğma müşahidə edilə bilər. B canlısı nədir? B canlısında sol mədəcikdən sağ aorta qövsü çıxır. Bu quşdur. Quşlarda isə diri bala doğma olmur. Yanlışdır. 3-ə baxaq. C canlısı əzələləri diafraqmaya malikdir. Sol mədəcikdən sol aorta qövsü çıxır. Məməlilərdə doğrudur bu. 4-də. B canlısı pəncə lüləsinə malik ola bilər. Bəli. Quşlara aiddir, pəncərəsi var onlarda. Demək, 1 uyğun oldu, 3 uyğun oldu, 4 uyğun oldu. 5-ə baxaq. A canlısında dəri tənəffüsü əsasdır. Xeyr, sürünənlərdə dəri tənəffüsü əsas deyil. Dəri pulcuqlarından ötürülür. Bu da dəri tənəffüsünü məhdudlaşdırır. 6-da deyir ki, C canlısında dişlər olmur. Xeyr, məməlilərdə dişlər olur, ixtisaslaşmış dişlər olur və bu da demək, onların əsas cəhətlərindən biridir. Ona görə bu yanlışdır. Götürmürük. O zaman 1, 3 və 4 cavabları uyğundur. Bu da A bəndində verilmişdir. Sonra verilmiş qida zəncirində 1-ci, 3-cü dərəcəli konsumentləri birləşdirən ən kiçik sistematik takson hansıdır? Birinci konsument şəhətki, 3-cü dərəcəli konsument isə demək burada ilandır. Bunları birləşdirən ən kiçik sistematik taksonsa demək biri boğmayaqlar tipidir, biri də ki xordallar tipidir. Ayrı-ayrı tiplərdir. Deməli ən kiçik takson ilə tip yox, üzr istəyirəm, aləmdir. Tip yazdım. Aləmdir. Aləm də E bəndində verilmişdir. 35-də cavab, yəni E bəndi olacaq. Sonra baxaq 36-cı suala. Bir DNT molekulunun tərkibində 2 ədəd oksigen olan azotlu əsas olmazsa, bu sahədə amin turşu kodlaşdıran neçə triplet olur? Molekulda olmazsa 2 ədəd deməli oksigen birləşdirən. 2 ədəd oksigen birləşdirən hansıdır? Demək timindir. Timin yoxdur. Timin yoxdursa, yəni molekulda timin yoxdursa, onun komplementar olan adenin də yoxdur. Və belə çıxır ki, onda ancaq burada guaninli və sitozinli nükleotidlər var. 2 növ nükleotid var. 2 növ nükleotid də neçə 3 birləşib triplet əmələ gətirmək üçün. 2, 3, bu da edir 8 triplet. 8 növ triplet, demək, amin turşusu haqqında olan məlumatları kodlaşdıra bilər. Bu da 36-da B bəndində verilmişdir. 37-yə baxaq. Cədvələ əsasən düzgün mülahizəni seçin. Yumurta hüceyrəsi var, yumurtacıq və yumurtalıq yoxdur. Yəni meyvə və toxumu yoxdur, sadəcə yumurta hüceyrəsi var. Baxaq, X çılpaq toxumlu bitkidir. Xeyr, çılpaq toxumlarda yumurtacıq var. Yanlışdır bu. Sonra Y-ə baxaq. Yumurtacıq var, toxum var, yumurta hüceyrə var, amma yumurtalıq yoxdur, meyvə yoxdur. Y iki evli bitkidir. Burada söhbət çılpaq toxumlardan gedir. Yumurtalıq olmadığı halda yumurtacıq var və burada çılpaq toxumlar bir evli bitkilərdir. Yanlışdır o zaman bu. Y erkək qametləri qamçılı bitkidir. Xeyr, ailə toxumlu bitkilər ümumiyyətlə erkək qamet qamçılı olmur, qamçısız olur, sperm olur. Y izogamiya tipli qametlər əmələ gətirir. Bu da yanlışdır. Z üçün deyil ki, yumurta hüceyrəsi var, yumurtacığı da var, yumurtalığı da var. Bunun meyvəsi var. Meyvəsi varsa bu artıq örtülü toxumlu bitkidir. Örtülü toxumlu bitkilər bəli, iki cinsli çiçəyə malik ola bilərlər. Ona görə C bəndi doğru cavabdır. 37-də demək cavab C bəndi olacaq. Keçək 38-ə. Kərtənkələnin hansı rəqəmlə verilmiş beyin şöbəsi müvazinəti təmin edir? Müvazinəti təmin edən beyin şöbəsi hansı şöbədir? Bu beyincikdir. Hərəkət və müvazinət mərkəzi. 2 rəqəmi ilə işarə olunmuş hissə beyincikdir. Ona görə də 38-də cavab D bəndi olacaq.
Keçək 39-cu suala. 39-da x plus y ifadəsinin qiymətini tapın. İnsan skeletində yuxarı ətrafların qurşaq hissəsinə birləşən sümüklərin cəmi. Yuxarı ətrafın qurşaq hissəsi hansı sümüklərdən təşkil olunub? Kürək və körpəcik sümüyündən təşkil olunub. Körpəcik sümüyünə birləşən sümüklər kürəkdir və döş sümüyüdür. Yəni bir ədəd döş sümüyü götürürük. Kürək sümüyün özünü götürmürük, çünki özü də yuxarı ətraf qurşaq hissəsinə aiddir. Kürək sümüyü isə 2 ədəddir. Hərəsi də bir ədəd bazo sümüyünə birləşir. O zaman birin üzərinə də 2-ni gəlirik, bazo sümüklərini sayın. Bu edir 3 sümük. Yəni, x-in qiyməti 3-ə bərabərdir. İndi y-ə baxaq. Said nahiyəsində aid sümüklərin cəmi. Said nahiyəsində 1000 dirsək sümükləri var. Hərəsi bir ədəddir. Və 2 ədəddə said nahiyəsi olduğuna görə bu sümüklərin cəmi 4-ə bərabərdir. O zaman x plus y-in ifadəsini 3-ün üzərinə 4 gəlməklə alırıq. Bu da edir D bəndində verilmiş cavabı, yəni 7-ni. 40-a baxaq. Verilmiş fikirlərdən hansı doğrudur? Hörümçəklərin bədəni xitillə örtülmüşdür. Bu doğrudur. Əqrəblər dirbala doğrudur. Yəni götürürük əslində bunları. Ensefalit xəstəliyini gənələr törədirlər. Bəli, ensefaliti xeyr yox, törətmirlər. Ensefaliti gənələr yayırlar. Yanlışdır ona görə bu. Götürmürük. Əslində bunlar doğruydu. Bunlara plus işarəsi qoyun. 3 yanlışdır. Cüzlərin inkişafı dolayı yolla gedir. Bəli, cüzlərin inkişafı dolayı yolla gedir. Yəni onlarda sürfə və yaxud da ki, sürfə ilə yanaşı bəzilərində puf mərhələsi də var. Dolayı inkişaf baş verir onlarda. Yəni yumurtadan birbaşa yetkin fərd çıxmır. Bu demək doğru oldu da o zaman. Doğrudur. Götürürük. 5-ə baxaq. Cüzlərin əksəriyyətində 3 cüt ətraf olur. Bəli, cüzlərin əksəriyyətində ətraflar 3 cüt olur. Ona görə də bu doğrudur. 5 də doğru oldu o zaman. Deməli 1, 2, 4, 5. Bu da E bəndində verilmişdir. Burada indi bu 40 sual yekunlaşdı. Ümid edirəm ki, izahlar hər biriniz üçün aydın oldu. Əgər videonu baxarkən bəyənsəniz, bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. İnşallah növbəti videonun izahında görüşənədək.